Günaydın, hörmətli izləyicilər, dəyərli dostlar. Sizi böyük tarixi, mədəniyyəti olan, öyrənilməsi çox vacib olan Naxçıvandan salamlayıram. Mən bu yolu 30 il bundan qabaq 96-cı ildə keçmişdim Kələki səfərində. Yenidən bu yolu getmək həvəsim oldu və çox arzuladım ki, mən bəyin doğum günündə Kələkiyə gedim. İmkan olacaqsa onun dünya gəldiyi xəl yurduna çıxım. Və Allahıma çox şükür eləyim ki, Azərbaycan türkünün belindən Əbülfəz Elçibəy kimi bir insan dünyaya gəlib. Təlatümlü dövrlər yaşayırıq. Maddiyyətlə mənəviyyatın toqquşduğu bir dönəmdə yaşayırıq. Əbülfəz Elçibəy həqiqətin, mənəviyyatın, əxlaqın təmsilçisidir. Siyasətdə əxlaq axtaran, mükəmməl bir yolun davamçısıdır. İdeallarla zəngin bir şəxsiyyət və ömür yolcusudur. Və çox dərin təhlil eləyəndə, mən dövlətçi düşüncəmlə təhlil eləyəndə Əbülfəz Elçibəyin Azərbaycan tarixində mükəmməl çağdaş siyasi, ictimai hərəkatımız üçün mükəmməl bir məktəb olduğu və bu məktəbin oxunulmasının, bu məktəbin öyrənilməsinin əhəmiyyətini dərk edənlərdən biriyəm və hesab edirəm ki, çox vacibdir. Əbülfəz Elçibəy maddiyyət düşüncəsi aşağılamağa çalışacaq, ona görə ki, onların var olması maddiyyətin üzərində köklənib. Amma Azərbaycan xalqının ruhu, əxlaqı, mənəvi dünya ilə zəngindir. Övliyalarla qidalanır, böyük məktəblərdən qidalanan bir toplumdur. Və biz dünən biraz gəzinti elədik Əlincə qalasına. Əlincə qalası və biraz bəzi yerlərdə Ömrə Xatun türbəsindən Söyüd Cavidi ziyarət elədik. Yəni ki, bu ziyarətlərimiz davamlı olacaq. Baxırsan ki, bura zəngin mədəniyyət tarixidir, zəngin dövlətçilik tarixidir və bu tarix öyrənilməlidir. Əbülfəz Elçibəy, mən özümü müəllim hesab edirəm siyasətdə, əxlaqın yerinin sistemli şəkildə müəyyən olunmasını və onun mənim siyasi dünya görüşümün formalaşmasında əhəmiyyətli rol oynadığını etiraf edirəm. İlk dəfə ciddi siyasi polemikada mənə sual oldu ki, bəy, Əl-Fərabini oxumusanmı? Dedim, bəy, əlimə keçən materiallardan Əl-Fərabini sitatlar var, tezislər var, dedi o. Bu siyasətin içərisində öyrənmək üçün Əl-Fərabini dərindən öyrənməlisən. O mənə kitab verdi. Mən təbii ki, orada Əl-Fərabi dünyası, dövlətçilikdə fəlsəfi dünya görüş, əxlaqi mənəviyyat dünya görüş, ümumiyyətlə mənəviyyat və maddiyyətin savaşında mənəviyyatın nə qədər uca olduğu, nə qədər Tanrı yaxın olduğunu görə bilirsən və sənin üçün bir yol olur. Şad olsun bəyin. Çox təmaslarımız oldu. Həkimi də oldu. Özəl uçaq söhbətlərimiz də olub. Çağdaş siyasətin 10 illik, 20 illik, 30 illik öngörüsünü veribdi. Qəribə gələrdi. Onlar müəyyən məsələlərdə mübahisə eləyə bilərdik. Onda deyim ki, Əbülfəz Elçibəy azad fikrə, vətəndaşın öz fikrini sərbəst ifadə eləməsindən zövq alanlardan idi. O polemikalarımızda bəzi halda israrlı olurdum, amma zaman keçəndən sonra baxdım ki, Əbülfəz bəy kimlər ki desə ki, siyasətçi,
döyüldü, güya falan yox. Əbülfəz strategiyadır, çox güclü, dünyanı bilən, dünya siyasətinin getdiyi yolu bilən və ona istinad edərək Azərbaycanın qorunması, inkişafı, konsepsiyasını dəqiq müəyyən edən nəhəng bir lider idi. Yəni onlar olmasaydı, o strateji düşüncələr olmasaydı, Azərbaycanda ciddi yanlışlıqlar ola bilərdi. Mesela 93-cü il 4-ün qiyamında daha çox ittiham olunur. Amma heç kim ağız dolusu sual vermir ki, silahlı dəstə Bakıya niyə hücum edirdi? Gəncə ilə Azərbaycanı və ya da Bakını ayıran, üz-üzə qoyan kimlər idi? Və onlar hansı məkirli planlara sahibdirlər? Azərbaycan üçün hansı təhlükələr ola bilərdi? Əbülfəz bəyin yanlışlığı bir vulgar vətənpərvərliklə silahlarının hücuma keçin qıraq ola bilərdi. Amma onun fəsadlarını hesablayır. Əbülfəz bəy ki, bu fəsadlar biz hakimiyyətdə qala bilər. Yəni Azərbaycan üçün uzun zaman sağalmaz yaralar qoya bilərdi. Və şükür ki, aydın bir sama oldu. Və hər zaman da dediyi kimi Qarabağı kim azad eləsə, mən də onun yanındayam. Biz vətən bizim amalımız. Qarabağ azad olub, quruculuq işləri gedir. Çox şükür olsun. Yəni bu tərəfdən baxanda strateji olaraq seçim və konsepsiya doğruydu. İndi bizim bəncə bütövlük astanasındayıq. Biz həm də Türk Dövlətlər Təşkilatı timsalında Türk dünyasının birliyi astanasındayıq. Asta amma usta onun qurulmasını müşahidə edirik. Artıq Dağlıq Qarabağ bir zaman Rus-Erməni işğalındaydısa, bugün Dağlıq Qarabağda Türk dünyasının liderləri görüşürlər, layihələr həyata keçirirlər, strateji yol xəritəsinin payçı olurlar, ortaq olurlar. Türkmenistan prezidenti Qarabağa getdi və sual verirlər ki, başqa yer yox idi, qarşılamağı yox. Burada bir strateji bir məsələ var. Bir Turan koridoru var və bu koridorun işə düşməsinin astanasını yaşayırıq. Və hər tərəfdə çalxalanan yaxın və orta şərq içərisində Türkiyə, Azərbaycan tarazlığı qoruyub saxlaya bilir. Əbülfəz Elçibay konsepsiyası idi. Hətta iç savaşda fərqli emosional bir yollar tutulsaydı, mənə elə gəlir ki, tamam fərqli bir mühit yarana bilərdi. Niyə görə? Azərbaycan Türk dünyasını birləşdirən mükəmməl bir ideoloji, siyasi, mənəvi körpüdür. Azərbaycan Xəzər vasitəsilə Turanın ürəyidir, döyünən qəlbidir, o damardan axan qanıdır və bu Azərbaycanı çalxalamaq, Azərbaycanı xırda emosiyaları qurban vermək və Azərbaycanın o missiyanı bitirməsini aparıb çıxarda bilərdi. Bu baxımdan dönə-dönə hər tərəfli harda desən müzakirə eləyə bilərik, amma Əbülfəz Elçibəyi ehtiramlanacaq. Məsələn, milli dünya görüşü olan, müəyyən mənada idealist, dövlətçi bir təfəkkürlü insanların çıxdaşı olması var, maddəçi təfəkkürlü və bizim varlığımızı qəbul eləməkdə zorlanırlar. Bizim fədakarlığımızı dövlət quruculuğunda qəbul eləməkdə zorlanırlar. Axtarışlar eləyirik, daha optimal yollar tapmaq istəyirik. Cəmiyyəti birliyi üçün, bütövlüyü üçün müəyyən yollar aramaq istəyirik. Zəlifxan Məmmədov yollardan biridir. Ən radikal addımlar atıbdır. Ola bilər ki, uğursuz olubdur, bu ayrı bir şeydir. Amma axtarışın fəlsəfəsində maddiyyət deyildir. Axtarışın fəlsəfəsində Azərbaycanı daha güclü eləyəcək, Azərbaycanda etimadı bərqərar eləyəcək, siyasi qütbləşmənin dərinləşməsini əngəlləyəcək bir düşüncə var idi. Amma naqislik siyasətə gedəndə görürsən, o maddiyyətçi düşüncə mənəviyyatın üstünə tapdalayıb keçə bilir. Öz xırda maraqları burada yaşadıq. Qıraq obyekti oldum, itham elədilər, yoldan imtinada günahlandırdılar. Amma mən bu yol kimi əminəm ki, Kələkiyə gedən yol, Orduqada gedən yol kimi əminəm ki, doğru qərar verdim və doğru seçim elədim. Taktiki bir şeylər də ola bilər.
bilər, yanlışlıqlar ola bilər, amma bütün hallarda strateji olaraq bəy məktəbinə uyğun davrandım. Və təbii ki, indiki iqtidardan nə çatmır, çatmayan milli kolorit, milli ruhdur. Və milli ruhu doldurmağın yollarından biri meydandan gəlib duq-duq çıxıb və bugünkü günə qədər ləyaqətini, mənəviyyatını saxlayan insanların Nəhər Azərbaycan siyasi sistemində potensial bir güc olaraq istifadə olunmasına yaxşı qapı açılmasıdır. Azərbaycanda alimlərin kifayət qədər alimlər ordusu var, onların ziyalılığa keçən yolunu açmaq lazımdır. Azərbaycan ziyalılar məmləkətinə çevrilməlidir. Azərbaycan həqiqəti söyləyənlərin məmləkəti olmalıdır. Azərbaycan televiziyaları həqiqətləri öyrənmək üçün insanlarımız televiziyaların qabağında növbələrə durmalıdır, darıxmalıdırlar. Və bunlar olmadığı halda biraz tərəddüd yaranır, biraz risklərimiz çoxalır. Və bu baxımdan da yenə də ümid eləyirəm, yenə də bilirəm ki, bu yol deyir ki, səbirli olacağıq. Bu yol deyir ki, milli birliyə xələl gətirən heç bir addım atmayacağıq. Bu yol deyir ki, siyasi uzlaşmanın cücərtiləri varsa biz onun daha da inkişaf eləyib potensial bir platformaya çevrilməsinin istiqamətində fədakarlıq eləyəcəyik və bizi missiyamız budur. Bu bir missiyalı millətin bir təbəqəsi var. Bu missiyalı təbəqədir. O əbləfə yetişmə yolunda olan təbəqədir. Onlar idealistdirlər, onlar dövlətçidirlər, onlar əxlaqlıdırlar, onlar mənəviyyatlıdırlar, onlar savadlıdırlar. Mən kifayət qədər hərəkətdə olub, ayrı-ayrı görevlərdə çalışmış insanları tanıyıram ki, onların əksəriyyəti həm orta məktəbləri, həm ali məktəbləri əla qiymətlərlə, fərqlənməklə bitiriblər. Bunlar dəyərlərdir. Bu dəyərləri çıxdaş eləmək, bu dəyərləri qocaltmaq, bu dəyərlərin enerjisini xırda maraqlara qurban vermək bəy məktəbinə uyğun deyil və biz də indiki iqtidarı da bu müqəddəs gündə Xəlil yurdunun üstündə dualarımız olur ki, Allahım idarə edənlərə o gücü ver ki, millətin mənəvi potensialını dövlətin və millətin təşəkkülündə istifadə eləmək gücü qazansınlar və əbədi yaşarlıq onda olacaqdır. Qarabağ azad elədik, amma Qarabağ azad eləməklə mülki cəmiyyət, demokratik cəmiyyət, azad cəmiyyət, azad insanlar yetişdirən bir mühit, demokratiyanın hakim olduğu bir mühit yaratmaq lazımdır ki, onda biz rahatlıqla əbədi yaşar liderimiz deyə bilək. Əks halda mənəvi dünyamızın tamamlanmadığı bir yerdə əbədi yaşarlıq olmur və hər birinizə sayğılar, sevgilər. Bu bizim birinci reportajımızdır. Yəqin ki, getdiyimiz məkandan da həm Kələkidən, həm Xəlil yurdundan da xırda da olsa, az da olsa, təcrübə da olsa reportajımız olacaq. Tanrı bax bu gözəl məmləkətimizi qorusun, Tanrı Azərbaycanımızı qorusun, Tanrı Türk dünyasını qorusun. Tanrı tərəqqipərvər bəşəriyyəti qorusun, dünyamızı qorusun, sağlam dünyamızı qorusun və bütövlük yolunda, ideallarımız yolunda Azərbaycan xalqına güc və qüvvət versin. Çox sağ olun, Zərufan bəy, bütün anlamlarda yolunuz uğurlu olsun.